Cases of nouns. Yəni ismi halları. Deməli, ismin yeri halına suallar var. Deməli, choose the sentence with the noun in the possessive case. Yeri halda olan cümləni seçin. The novel's very interesting. Yeri haldan sonra isim gəlməlidir. Apostrof S-dən sonra isim gəlməlidir. Bu şəkildə tapa bilərik. Və burada very'dən, yeri haldan sonra very gəlməz. Burada is-in qısaltmasıdır. Our chief is going to. Burada going to varsa yenə is-in qısaltmasıdır. Rocky has made. Əgər feil üçüncü forması gəlirsə, bu apostrof S has-in qısaltması olur. Və D variantında deyir, we listen to the professor's words. Professorun sözləri. Deməli, bu yəli haldır. Who is-də heç vaxt who, what deməli, bunlar yəli halda işlənmir. Çünki yəli halı ismi apostrof S artırmaqla düzəlir. İkinci sualda, Jane is reading a novel, or is reading, bu is-in qısaltmasıdır. Nick has got, yəli hal sonra got gəlməz. C variantında həmçinin got gəlib. D variantında Alice, when will Alice's granny? Alice'in nənəsi. Bu yəli haldır. That's my neighbor, my yəli əvəzlidir. Yəli haldan sonra yəli əvəzliyi gəlməz. Buna görə düzgün cavabımız olacaq D variantı. Üçüncü sualda Helen's new coat. Helen'in yeni paltosu. Bu yəli haldadır. Baxaq B variantda Helen is. Burada artiklı varsa o is-in qısaltmasıdır. Burada my yəli əvəzidir. Writing is writing-in qısaltmasıdır. Burada da həmçinin artiklı var. Bunlar bir yəli halda olmur. Ona görə düzgün cavabımız A variantıdır. Dördüncü sualda yəli halda olan it is yəli hal deyil. Çünki it is, this is, that is bunlar əvəzlikdir. İsimə artırılmayıb. Buna görə onlar yəli hal sayılmır. Child's gift, uşağın hədiyəsi olar. C variantında what is yəli halda olmaz. Burada the boy is wearing, burada wearing ing ilə is wearing-in qısaltmasıdır. Who is də yəli halda olan söz deyil. Olur. Cavabımız B variantı. Beşinci sualda the woman is making. Burada making ing olunca bu is-in qısaltmasıdır. Bu yəli hal deyil. Sonra and sent a message to her niece today. And has sent. Sent üçüncü formada olan feildir. Deməli bu and has-in qısaltmasıdır. She is yəli halda deyil. Children's success. Uşaqların uğuru. Deməli bu yəli haldadır. Pat's got. Got yəli halda deyil. Düzgün cavabımız olacaq D variantı. Altıncı sualda Pete's got. Got yəli halda deyil. Received. Bu da feil olduğu üçün yəli hal sayılmır. It is yəli hal deyil. Man is reading. Is-in qısaltmasıdır. Bu da olmaz. Y variantını isə children's room. Children apostrof S ilə düzəlir və özünün sonra da isim gəlib. Deməli bu cavabımız düzgündür. 7-ci sualda my brother's taught. Taught feili teach feilin keçmişidir. Feil olduğuna görə has taught olur. Yəli hal deyil. Alice got. Got yəli halda olmur. He is yəli hal deyil. His father's research. Onun atasının araşdırması. Deməli bu yəli haldır. The little girls always praised. Praised tərifləməkdir. Deməli o zaman has praised və ya da is praised olmalıdır. Ona görə olur D variantı. 8-ci tip suallarda deməli burada biz baxırıq yəli halda yesterday apostrof S-lə düzəlib. Çünki dünən, bugün, sabah tək bir gündür, tək bir günə aid olunca apostrof S işlənər. Bu düzdür. The women's bags. Women təkid cəmdə apostrof S-lə düzələn sözdür, düzdür. Three piece of luck-da pieces olmalı. Çünki three sözü var. To-dan sonra gələn isim də cəmlənməlidir. Dik apostrof S isə təkdədir, olmaz. Deməli, düzgün cavabımız 1-2, yəni Y variantıdır. 9-da today's reality, bugünün reallığı, bu düzdür. Deer's tracks, bu da düzdür. Maralın izləri. Amma 2-də men apostrof S olmalıdır, səhvdir. To-dan sonra gələn isim cəmlənməlidir, o da səhvdir. Qalır 1-3, yəni A variantı. Yəli halda olan ismi seçin. Mir Cəlal is my favorite. Is olmalıdır. Çünki yəli əvəzi yəli halından işlənməz. My friends bought. Bought has bought. Çünki feilin üçüncü formasıdır. Jane's answer was much better. Jane'in cavabı. Bu düzdür.
Men apostrof S olmalıdır, səhvdir və yəli hal sonra artikl gəlməz, o da səhvdir. Qalır düzgün cavabımız C variantı. 11-ci sualda it is our new school. It olmaz, yəli halda. The doctor's room, həkimin otağı düzdür. Who is yəli halda olmaz. What is yəli halda olmaz və she has got. Həm burada got var, həm də she yəli halda işlənmir. Düzgün cavabımız olur the doctor's room. 12-ci sualda two hours walk, deməli to-dan sonra isim cəmlənib düzdür. 5-dən sonra isim cəmlənməlidir, mant təkdədir, olmaz. Today apostrof S olmalıdır, təkdədir çünki. Səhvdir, qaldı bir də 4. Deməli 3 kilometers away, 3 kilometrlik deyəndə 3-dən sonra kilometr cəmlənir. Deməli düzgün cavabımız 1 və 4-dür. 13-cü sualımızda deməli where is your English book? Burada yəli halda heç nə yoxdur. It is yəli halda olmur. What is yəli hal deyil. Pete's parents, Pete'in valideynləri düzdür və Anne's got yəli halda olmur. Onun üçün səhvdir, qalır düzgün cavabımız D variantı. 14-cü sualda yəli halda the book is Kate's. Yəli haldan sonra bəzən isim gəlməyə bilir, isim əvvəldə ola bilir. The book is Kate's, bu kitab deməli Kate'indir. Bu yəli hal sayılır. Diğerlerine bax. Kate read a book. Bu read feili deməli keçmiş zamanda read, read. Deməli Kate has read olur. Kate is beautiful. Sifət gəlibsə olmaz. Sifətdən sonra isim gəlsəydi yəli hal sayılardı. Deməli Kate's got yəli halda olmur və yəli əvəzi olmur yəli haldan sonra. Düzgün cavabımız A variantıdır. 15-ci sualda I haven't read today's news yet. Today apostrof S olmalıdır çünki təkdədir. B variantında Princess Diamonds. Princess sözü S-lə bitir və apostrof S-lə düzəlir, düzdür. Diğerlerine baxaq. Two months deməli mont S apostrof olmalıdır 2 sözündən sonra. 15 sözündən sonra minus sözü cəmlənməlidir və 200 guests were invited to Jack's and Mary's wedding. Deməli Jack'in və Mary'nin deməli toyu deyəndə əgər isim evlənirlərsə, Jack və Mary evlənirsə, axırıncına apostrof S qoymalı, çünki ikisinin toyu birdir. Amma əgər ayrı-ayrı toy deyirsənsə, bu zaman iki arasında apostrof ayrıdırsa, onda bu isim cəmlənməlidir. Ona görə bu da səhvdir. Qaldı, deməli, variantımız B. 16-cı sualda The Smith's house. The Smith deyəndə familiyadan söhbət, yəni ailədir. Smithlər ailəsi deyəndə S apostrof olmalıdır. Əgər Mr. Smith olsaydı, belə düz idi. Sonra Nick's and Helen's hair. Nick'in və Helen'in saçı. Hərəsinin ayrı saçı var və hair də sayılmadığı üçün bu şəkildə qalır. Başqa bədən üzvü olsaydı isə bu cəmlənəcəkdir. Bu düzdür. Demək, Helen'in və Nick'in ayrı saçları var. Ona görə ayrı apostrof S qoyulub. Fireman apostrof S olmalıdır. An hour search, an hour təkdədir və an artiklın işlənib düzdür. Sonra 5-də isə Ted və Jack'in otağı deyəndə ikisinin ayrı-ayrı otağı var. Bu da düzdür. 2, 4 və 5. Yəni A variantı. 17-ci sualda a few months journey. A few-dən sonra month cəmlənməli idi. Səhvdir, burada cəmlənməyib. A week's rest. Bir həftəlik tətil düzdür. Men apostrof S olmalıdır. Yesterday apostrof S-lə işlənib düzdür. Women də apostrof S olmalıdır. Səhvdir. Qalır 2 və 4. Yəni Y variantı. 18-də students marks. Tələbələrin, şagirdlərin qiymətləri bu düzdür. Çoxluğunun qiymətləridir və cəmlənib düzdür. Child apostrof S olmalıdır həmişə, səhvdir. Men apostrof S olmalıdır, düzdür. To-dan sonra isim cəmlənməlidir, səhvdir. Night, darkness bu da düzdür. Gecənin qaranlığı bu düzdür. 1, 3, 5, yəni Y variantı. Sonra 19-cu sualda deyir, what is the main idea of the story? Burada what is yəli hal deyil, amma burada idea of the story, hekayənin ideyası. Bu yəli hal ola bilər. Digər cavablara baxaq. Deməli, she's not young, her hair is grey olmalıdır. Is olmaz bu.
Demək, Azərbaycan is a land of fires. Azərbaycan odlar yurdudur. Bu birləşmədir. Bu yəli hal olmur. Demək, it's a long distance. It is yəli hal deyil. Azərbaycan's oil production. Burada Azərbaycanın neft istehsalı artıb. Bu da düzdür. Deməli, 19-cu sualda deyir, what is the main, what is yəli hal deyil. Sonra B variantında she is not və yaxud da her hair is grey yəli hal deyil. Azərbaycan is article var deyə yəli hal olmur. It is yəli hal deyil. Azərbaycan's oil production. Azərbaycanın neft istehsalı Y variantı düzgün cavabdır. Deməli, 20-ci sualda yesterday's newspaper, dünənin qəzetləri, yesterday apostrof ilə düzəlib və düzdür. It is yəli hal olmur, who is olmaz, trying to faildir, olmaz, is-in qısaltmasıdır, got, has got-un qısaltmasıdır, olur A variantı. 21-ci sualda it is yəli hal deyil, she is yəli hal deyil, Mother's Day olur və Brothers example yəli haldır. İkisi də özündən sonra isim gəlib 3-4 C variantı. Sonra 22-ci sualda the boy's hands, oğlanın əlləri düzdür. Next year's holiday, gələn ilin tətili düzdür. Let's heç vaxt yəli olmur. It is yəli hal olmur. 1-2, yəni D variantı. 23-cü sualda what is yəli hal deyil. It is Tom's birthday, bu olur. Kate's books olur, amma let's yəli hal deyil. 2 və 3, yəni B variantı. 24-cü sualda The Browns deyəndə deməli 2 dənə The Browns var. The Browns ailədən söhbət gedirsə S apostrof olmalıdır. Bütöv bir ailəni bildirir. The Brownların ailə uşaqları və bu bir düzdür, 2 səhvdir. Child və children apostrof S-dən düzəlir. Bu 3 səhvdir. Amma 4 düzdür. Yəni 1-4 cavab A variantı. Sonra 25-də Tim is playing. Is-in qısaltmasıdır. Is collecting. Bu is-in qısaltmasıdır. Got, has got-dur. Where is deyə bir şey isim yoxdur. Where yəli hal olmur. Qalır D variantı. Tim's hobby is building models. Deməli, Timin hobisi yəli haldır. 26-cı sualda the girl has been. Been feilin üçüncü formasıdır və has-in qısaltması olur. Richard is living. Is-in qısaltmasıdır. Aunt's relatives, ənin qohumları, bir də my sister's friend. Bu da olur, düzdür. 3 və 4, yəni C variantı. 27-ci sualda I am staying at my uncle's, əmim gildə. Bu da yəli hal sayılırdı. Dükan adları və qohum gildə olanda yəli hal axırda gələ bilir. Brian is going to is-in qısaltmasıdır. Jane has got olmur və The Simpson, The artiklı var deyə familiyada S apostrof olur və sonra da isim gəlib düzdür. Simpsons Arrival 1 və 4, yəni Y variantı. 28-də The Teacher's Dictionary, Teachers S apostrof və yaxud apostrof S fərqi yoxdur. Yəli hal düz işlənib. Our Sportmen's düzdür, men apostrofsu düzdür. The Brown deyəndə The artiklı varsa S apostrof olur. To-dan sonra da isim cəmlənməlidir, S apostrof olmalıdır. Qalır elə 1-2, yəni A variantı. 29-da Saradan sonra E artiklı gəlib olmaz. Report olar, isimdir. Reading is reading. My yəli haldır. An artikıldır, olmur, qalır. Bir dənə B variantı. Sarah's report is very urgent. Sonra 30-cu sualda Steve's is writing is-in qısaltmasıdır. E artiklı olmaz. Steve's little brother, bu da yəli haldır. Çünki özündən sonra isim gəlib düzdür. E artiklı gəlib olmaz. Yəli hal gəlib olmaz. Yəni C variantı. 31-də the baby is crying. Is crying is-in qısaltmasıdır. Sarah is living olmur. Peter's father, Peter'in atası, bu düzdür. My neighbor is very varsa is-in qısaltmasıdır və article olmaz, qalır C variantı. 32-də my father's boss, deməli mənim atamın müdürü, bu yəli haldır. Got yəli hal olmur, is reading olmur, David is an article var, burada da E artiklı var və yəli hal yalnız A variantında var. Sonra 33-cü sualda the boys playing in the yard, is playing is-in qısaltmasıdır. The child's toy, uşağın oyuncağı, bu yəli haldır. Deməli, my sister is coming home, bu yəli hal deyil.
D variantında Ben's doing exercise, is doing, isin qısaltmasıdır və Steve's got, bu da got, has got-un qısaltmasıdır. Bunlar da olmur. 34-cü sualda Mike's got varsa yeri hal deyil. Explaining ing varsa bu is explainingdir. His family is moving, bu da yeri hal deyil. Daniel is singing, yeri hal deyil. Qaldı Y variantı. The girl's exam olacaq Y variantı düzgün cavab. Qızın imtahanı. Sonra 35-də he is doing, he is yeri hal deyil. Pat's cleverer, clever sifətdir. Is clevererdir, bu yeri hal olmur. My son's crying. Aha, burada my son's crying iki dənə var. Bu yeli hal Kevin's got yeli olmur. Bu iki dənə cavab var. Burada iki dənə bir-birinə oxşayan cavabdır. Bunların izahını verim. Deməli, my son is crying. Burada is'in qısaltmasıdır. My son is crying. Bu feildir və bu da is crying olmaz. Amma burada isə my son's crying awoke us immediately. Əgər apostrof s, yəni yeli haldan sonra ing-li bir feil gəlirsə və həmən cümlədə başqa digər feil vardırsa, bu artıq isimləşmiş olur. Yəni, mənim oğlumun ağlamağı, bu artıq isimləşmiş bir feildir və ağlamağı isim olduğu üçün bu feil budur. Deməli, bu yeli hal sayılır. Tərcüməsi belə olur ki, mənim oğlumun ağlamağı bizi dərhal oyatdı. Awoke, bizi oyatdı, oyatmaq feili var. Burada isə deyir ki, mənim oğlum indi ağlayır. Burada ağlamağı, burada isə ağlayır. Deməli, ağlamağı bizim bu isim olur və bu yeli hal olur. Bu suallarda diqqətli olmaq lazımdır. 36-cı sualda children apostrof s ilə düzəlir, bu düzdür. To-dan sonra week cəmlənməlidir, səhvdir. Tomorrow apostrof s düzdür. Policeman apostrof s olmalıdır, səhvdir. Teachers conference, bu da düzdür. Yəni 1, 3 və 5, yəni A variantı. 37-ci sualda the dog's skin, mənim itimin dərisi. Bu olar, yeli hal olar. Deməli, burada is a article var. Republic is a night's work. Deməli, gecənin işi olar. Helen's success, bu da olar. Yəni 1, 3 və 4. Yəni olacaq C variantı. 38-ci sualda they had a good time at their uncle's. Əmrisi Jilldə. Bu yeli haldır. Rachel's and Pamela's eyes. İkisinin də ayrı-ayrı gözləri var və ayrı-ayrı apostrof s qoyulub düzdür. 3-dən sonra they s apostrof olmalıdır. 4-də isə the White's house. The artikeldən sonra White s apostrof olmalıdır. White'ların evi. The White's house. O zaman familiya olduğu üçün s apostrof olmalıdır. Bu da düzgün cavab qalır 1 və 2. 39-cu sualda the weather is fine. Fine sifətdir. Olmaz. Chemist olar. Çünki dükan adları yeli halda olur və onlar cümlənin sonunda işlənə bilər. A week's rest. Bu da olar. Bir həftəlik tətil. 4-də isə blowing ing. Is blowing. Isin qısaltmasıdır. Qalır 2 və 3. Yəni D variantı. 40-cı sualda the Smith's daughter. The Smith burada artıq S apostrofuna işlənib düzdür. Çünki familiyadan söhbət gedir. This book is very, very yeli hal olmur. Got yeli hal olmur. Və yesterday's rain, dünənin yağışı olar. 1 və 4, yəni Y variantı. Sonra 41-ci sualda Ted is a friend of my uncle's. Mənim əmmimin dostudur. My uncle's apostrof S-dən düzəlib, düzdür. My sister is bought, has bought-ın qısaltmasıdır, has bought, has-ın qısaltmasıdır, olmaz. Children, let's play, let's yeli halda olmur heç vaxt və butchers da, yəni qəssabdır, bu da düzdür, yeli haldadır, 1 və 4, yəni B variantı. 42-ci sualda Jack is watching, bu izin qısaltmasıdır, olmaz. Azərbaycanis, the World Azərbaycanis Solidarity Day, Dünya Azərbaycanlıların həmrəylik günü, Azərbaycanlıların, düzdür, bu çünki cəmdə olmalıdır, düz işlənib. The car has stopped, has-in qısaltmasıdır və a month's holiday, bir həftəlik, bir aylıq tətil və A artiklından sonra apostrof işlənib, düzdür, 2 və 4, yəni C variantı. Sonra 43. This house is very expensive. Very yeli halda olmur. Səhvdir. Jane has written. Has-in qısaltmasıdır. John's and Stephen's brothers. John'un və Stephen'ın qardaşları. İkisində də ayrı apostrofesi var və ayrı
apostrof s olsun, isim də cəmlədir, düzdür. This women's clothes, bu qadınların paltarları da women apostrof s ilə işlənib, düzdür. Cavabımız 3 və 4, yəni D variantıdır. 44-cü sualda Paula's bicycle, Paulanın velosipedi, düzdür. Peter has passed, passed 3-cü forma olan feildir. And is capable, capable sifətdir, ona görə isin qısaltmasıdır və Julia's story, bu gəlik haldır. 1 və 4, yəni A variantı. 45-ci sualda Kevin's dream, Kevinin xəyalı, düzdür. Jeremy is a article var, olmaz. 3-də been, has been, yəni has beendir bu, been olmaz. Deməli, Jack's elder brother, Jack'in böyük qardaşı, bu gəlik hal sayılır. Üstündən özünü sonra isim gəlir. Qalıb 1 və 4, yəni C variantı. 46-cı sualda Alan is proud of his children apostrofe olmalıdır. Çünki kökündən dəyişəndir. Yesterday's mail, yesterday dünənin olar, düzdür. Və 2 months, 2-dan sonra month cəmlənməlidir. Səhvdir bu, olmaz. 4-də Michael's and Robert's parents. Deməli, ikisində valideynləri cəmlənib, düzdür. Deməli, 4 olur. Bir də hansı var idi? Bir də 2 var. 2 və 4. 2 və 4, yəni D variantı. Qırx 7-ci sualda My sister is a teacher. Is article var. Article-dan sonra article gəlik halda olmur. My sister's teacher. Baxın, burada article yoxdur. Burada artıq mənim bacımın müəllimi. Bu gəlik hal sayılır. Shakespeare's plays. Shakespeare'in dram əsərləri, oyunları. Burada got gəlik halda olmaz. Qalır 2 və 3, yəni B variantı. 48-ci sualda Bob's room. Bob'un otağı his parents, valideynlərinə yaxındır, yanındadır, düzdür. George and Brian's eyes. George'un və Brian'ın gözləri ayrıdır deyə hərəsinə ayrı apostrof s qoyulmalıdır. Boy's last words, oğlanın axırıncı sözləri. Bu da düzdür, gəlik hal var. 4-də isə two women apostrof s olmalıdır hər zaman. Bu da səhvdir, qalır 1 və 3, yəni Y variantı. 49-cu sualda a sudden phone call broke a minute's silence. Artiklı var, apostrof s olmalıdır. Səhvdir bu. Today is my friend's first day. Bugün mənim dostumun ilk günüdür. Friend's first day gəlik halda, amma today'dən sonraki isdir. Ted and Molly's wedding ceremony. Ted və Molly'nin deməli toy mərasimləri deyəndə ikisinin bir toyu var və deməli bunlar evlənir. Bu gəlik haldadır və axırıncına da apostrof s qoyduğu üçün də tək olur, düzdür. Və Mr. Smith də apostrof s olmalıdır, bu da səhvdir. Qaldı 2 və 3, yəni Y variantı. 50-ci sualda he insisted on Jack's coming home. Jack's coming home, onun evə gəlməyi. Demək, Jack'in evə gəlməyi. Jack is coming demir də, bu Jack's coming home, yəni Jack'in evə gəlməyində israr etdi. Deməli, bu saxlayırıq axıra. Bu going to ifadəsi gördüyüm zaman həmişə is going to ifadəsi var. Deməli, he was proud of his sons knowing some foreign languages. Deməli, oğlanın bəzi xarici dilləri bilməyi ilə fəxr edirdi. Yəni, oğlunun xarici dillər bilməyi, burada bilməyi, gəlməyi kimi tərcümə olunur və bunlar gəlik hal sayılır. Merlin is playing. Burada artıq is playing-dir. Çünki burada nə var? Deməli, o aparıcı rolu oynayır. Yəni, is playing the leading role. Burada gəlik hal sayılmır. After a year absence, a year apostrof s-dən sonra demək, təkdə olub və düzdür. 1, 3 və 5, yəni A variantı. 51-ci sualda children apostrof s ilə düzəlib, düzdür. Ship apostrof s olmalıdır, səhvdir. Giz, quz, giz, bunlar kökündən dəyişir, apostrof s olmalıdır. Sport, men apostrof s olmalıdır, düzdür. Woman-dan sonra apostrof s olmalıdır, bu da səhvdir. Yəni 1 və 4, yəni B variantı. 52-ci sualda children apostrof s olmalıdır. Sport, men apostrof s olmalıdır. The Smiths s apostrofuna işlənir, düzdür. A few-dan sonra cəm gəlib, düzdür. 2-dan sonra years cəmdə gəlib, bu da düzdür. Yəni 3, 4, 5, yəni C variantı.
53-cü sualda deməli got var, yəli hal got olmur, it is yəli halda olmur. The article is very interesting, is'in qısaltması da olmur. Is going to yəli halda deyil, amma Y variantında deyir. Have you signed yesterday's documents? Dünənin sənədləri və yesterday həmişə apostrof S-lə düzəlir, düzdür. Sonra 54-cü sualda deməli my brother is going to da yəli hal olmaz. That is yəli hal deyil heç vaxt. She is yəli hal olmur. Selena's appearance, Selena'nın görünüşü. Bu görünüş isimdir, yəli haldadır. Amma Y variantı lost itməkdir. Has lost itirib, yəni has lost, has'in qısaltmasıdır. Has lost. 55-də these women's deməli apostrof S olmalıdır. Burada deməli these women's problems düzdür. Burada this təkdədir, women cəmdədir, olmur. That təkdədir, women də apostrof S-dən olmalıdır. Burada 2 səhv var. Those women apostrof S olmalıdır. Bu da səhvdir. Düzgün cavabımız qalır B variantı. 56-cı sualda children həmişə apostrof S olmalıdır. Birinci S apostrof olanları çıxaq. Aha, qaldı C və Y variantı. Children da cəm olduğu üçün this olmaz, these olar. These children's paintings. Və 57-ci sualda Mr. Smith is Jane's and Tom's mother. Deməli, Mrs. Smith, xanım Smith, Jane'in və Tom'un anasıdır. Jane'in və Tom'un hərəsini ayrı-ayrı apostrof S qoymusansa, bu ana sözü cəmlənməlidir və bir nəfər ola bilməz. Əgər ikisinin bir anası vardırsa, Jane and Tom's olmalı. Jane'ə qoyulmamalıydı, ona görə səhvdir. Clara was Kate and Samuel's granny. Clara, Kate və Samuel'in nənəsidir. Burada isə düzdür, çünki Kate və Samuel'in bir nənəsi var. İkisində ortaqdırsa, axırıncına apostrof S qoyulur, bu düzdür. Üstə Rose's reaction, Rose'un reaksiyası. Bu düzdür, isim gəlib Rose'dan sonra. 4-də Mrs. Jack's ideas, Mr. Jack'in fikirləri. Bu da düzdür, yəli halda işlənib. Deməli, 5-də isə the student is answering my question. Burada is'in qısaltmasıdır. Is answering. Yəni 2, 3 və 4 olur B variantı. 58-də the director's films were. Aha, bu film direktorun, yəni filmləri düzdür. I have ordered some flowers from the florist. Gül satandan aldım, düzdür. 1 və 2 düzdür. 3-də she has won olmaz. Captain's ordered olmaz. The hostess answered everyone. Yəni burada deməli hostessin cavabı olur 1, 2 və 5. Yəni olacaq E variantı. Hostessin cavabı. Əslində burada hostes apostrof S olmalıdır. Cavab olmalıdır 1, 2, amma burada başqa da cavabımız yoxdur. Biz məcbur onu götürməliyik. Deməli, 59-cu sualda deməli 6 days journey, 6-dən sonra day cəmlənməlidir. Səhvdir, amma 2 women apostrof S düzdür. 3 weeks apostrof S səhvdir, S apostrof olmalıdır və 4 the Smith's sons, yəni 2 və 4 düzdür. Sonra 60-da a night sleep düzdür. Children apostrof S olmalıdır. A few-dən sonra cəmlənməlidir isim. Qalar 4, yəni 1 və 4. 61-ci sualda this scientist's invention. Deməli, bu alimin kəşfi. This o düzdür. Hamısı təkdədir. 2 this scientist, this cəmdədir. Scientist təkdədir, olmur. This scientist's inventions, bu da düzdür. 4-də isə this təkdədir, scientist cəmdədir, olmaz. Yəni, elə olmalıdır ki, ikisi də cəm ya da ikisi də tək olmalıdır. Yəni, əvəzlik təkdədirsə, isim də tək olmalıdır. Cəmdirsə, isim də cəm olmalıdır. Sonra 62-də this artist's paintings have been. Dolar. This artist təkdədir, paintings cəmdir, tamam, bu düzdür. 2-də that-dən sonra artist cəmlənməz, səhvdir. These artist cəmlənib, düzdür. Those cəmdədir, artist təkdədir, olmaz. Yəni, düzgün cavab 1 və 3-dür. 63-də this reporters news has. Demək, this təkdədir, reporter da təkdədir. Bu düzdür.
2-də this reporters news düzdür. Çünki this cəmdə, reporter da cəmdədir, news təkdədir. Yəni has da təkdədir, bu düzdür. 3-də that təkdədir, reporter cəmdədir, olmaz. Those cəmdədir, reporter təkdədir, bu da olmaz. Qalır 1-3. Bağışlayın 1-2. 1-2. Deməli, 64-də the smell of Pete's new perfume. Yeni ətrinin qoxusu bu yeni halda sayılır, bu düzdür. Deməli, we celebrated the new year at the White. White familiyadır, S apostrof olmalıdır, səhvdir. Sonra 3-də next year's election düzdür, çünki gələn ilin seçkisi düzdür, 1-3. We have taken a 10 minutes, 10-dən sonra minut cəmlənməlidir. The fire's damaged, the fire has damaged, səhvdir, yəni qalır 1 və 3. 65-ci sualda, deməli, shoemaker's duties, ayaqqabı tikənlərin vəzifələri, bu düzdür. 1 götürürük. 2-də children apostrofesi olmalıdır, səhvdir. Sportsman's interview, bu düzdür. İdmançıların intervyusu. The Wilson's son, Wilsonların oğlu, bu da düzdür. Amma 2 days apostrofesi olmalı, S apostrof olmalıdır, o səhvdir. 1-3-4 cavabı düzdür. Sonra 66-cıda postman, men apostrofesi olmalıdır, children apostrofesi olmalıdır, onlar səhvdir. Statesman's declaration, bu düzdür. 3 düzdür. Simpsons, niece, deməli Simpsonların bacı qızısı, deməli qardaş qızısı, bu 4 düzdür. Tremont apostrofesi olmalıdır, bu da səhvdir. Doğru cavab 3 və 4-dür. 67-də 30 minutes walk, 30 bu minutda apostrofesi yox, S apostrof olmalıdır. Today is my daughter's first day. Mənim qızımın ilk günü, bu düzdür. I couldn't find Mr. Jack apostrofesi olmalıdır. Çünki Mr. dediyinə görə apostrofesi olur. Michael və Kate'in nişanı, ikisi bir-birlə nişanır və ikisində ortaqdır. O zaman təkdə olub, düzdür. Yəni 2 və 4-cü sual düzdür. Bir də a minute silence, bir düzdür. A minute silence. Today is my son's first birthday. Bu da düzdür, 2 düzdür. Mr. James apostrofesi olmalıdır, səhvdir. Jessica and Jordan's wedding yox, weddings olmalıdır. Çünki də ikisinə də apostrofesi qoyulubsa, wedding cəmlənməlidir. O da səhvdir, qalır 1 və 2. 69-cu sualda Peter's and Tom's mother. Peter'in və Tom'un anası deyəndə ikisinə də ayrı apostrofesi qoyulmuşsansa, mother cəmlənməlidir, səhvdir. Molly's and Eric's eyes. Bu düzdür, çünki ikisinin ayrı gözləri var. 2 düzdür. Sister-in-law's jacket. Bax, sister-in-law, mother-in-law həmişə love apostrofsu gəlir və düzdür. 3 düzdür. 4-də the Brown's home. 4-də the Brown's S apostrof işlənib düzdür. Jack's won. Won feildir, olmaz. Has won'un qısaltmasıdır, qalır 2, 3 və 4. 70-ci sualda Jeremy and Thomas's father. Jeremy və Thomas'ın atası düzdür. İkisinə bir atası, deməli qardaşdılar. Father təkdə işlənib. Bir düzdür. Jennifer's and Brad's legs. Jennifer'ın və Brad'ın ayaqları. Demək, ikisinə ayrı ayağı var və ayrı apostrofes qoyulub və leg cəmlənib. Sonra my brother-in-law's lost və has lost olmaz. Has'ın qısaltması da olmaz. Fortunately, Jack has found olmaz. 5-də isə the Clinton's apartment is big. Burada Clintonların söhbət gedir və cəmdə olacaq, düzdür. 71-də children's bedroom, bir düzdür, children apostrofes işlənib. Girls s-sı, girls varsa 2-dən s olmaz. Student timetable düzdür. Teachers s-sı 2-dən s artıqdır. Amma people's düzdür. 1, 3 və 5. Sonra 72-də students papers. Şagirdin qəzetli kağızları, qəzetləri fərqi yoxdur. Professors lectures, professorların dərsləri, leksiyaları düzdür. Rooms 2 dənə s var, olmaz. Whose legs, qazın ayaqları, bu da düzdür. Amma mice's foot səhvdir. Çünki mice bir dənə s artırılır, apostrofesi olur. 2 s olmaz. Sonra 73-də their uncle's house, bir düzdür. Habil is olmalıdır. Article, deməli is'in qısaltması, çünki article var. Canon's father is a doctor, bu düzdür. He has got, bu səhvdir. 74-də tomorrow's event, bir düzdür. 4 years university life, bu düzdür. 4 illik.
Marks and Susan's father, ikisinin bir atası. Deməli, bunların hərəsinə ayrı apostrof qoyulubsa, father cəmlənməli idi. Alan and Sam's father deyəndə də Alan və Sam'ın atası, ikisinin bir atası. Yəni, bunlar qardaş olanda bunlar ikincinə qoyulur. O da səhvdir. 75-ci sualda Jane's answer. Jane'in cavabı bir düzdür. 2. Jane's answered. Cavab verdi. Olmur. Mrs. Clinton's visit. Bu olar. Yəni halda. Burada isə visited. Faildi olmaz. They were surprised at Mrs. Clinton's visit. Burada düzdür. Deməli 1, 3 və 5-in düzdür. 76-da Kelly's aim bir düzdür. Kelly'nin hədəfi, məqsədi düzdür. Amma 2-də isə Kelly has aim. Burada artıq fail formasında işlənib olmur. 3-də Mr. Collins answer. Mr. Collins'in cavabı düzdür. 4-də isə Mr. Collins cavab verdi. Has answered olmaz. Və bir də axırıncı o da 5 düzdür. Sarah's performance. Proud of Sarah'ın deməli performansına ilə fəxr edirlər. Yəni olacaq 1, 3, 5. 77-ci sualda two of my cousins 2 nəfər deməli olacaq. My cousins deməli cəmdədir. Two of my cousins amma burada yəli hal olması üçün deməli isim olmalıdır. İsim yoxdur deyə bu səhvdir. There was a party at my cousin's. Və burada olar. At olduğu üçün olar. Yəli halda olar. Sonra 2. Sonra these engineers work. Bu mühəndislərin işi. Bu düzdür. Çünki these cəmdədir. Engineers də cəmlənib. Deməli, the engineers has worked. Bu has'ın qısaltmasıdır. The rain has spoiled. Düzdür deyil. Bu da qalır 2 və 3. 78-ci sualda the sportsman's flight. İdmançıların uçuşu bir düzdür. 2-də stable man apostrofes olmalıdır. Giz apostrofes olmalıdır. 4-də tourist's road. Turistin yolu, istiqaməti düzdür. Jill və Paul'un projesi deyəndə ikisinin ayrı projesi var və cəmlənməlidir. Buna görə yalnız 1 və 4 qalır. Bunun projekt cəmlənməlidir, səhvdir. 79-da Tom's bike. Tom'un velosipedi bir düzdür. Mr. Black's son. Deməli, Mr. Black'ın oğlu və qızı bu düzdür. Both Mark and Fred hands. İkisinin də əlləri varsa, içində ayrı apostrofes qoymaq lazımdır. Nick's advice deyəndə has'ın qısaltmasıdır. Ona görə də səhvdir, qalır 1 və 2. 80-ci sualda Ted's watch. Ted'in saatı bir düzdür. 2. Mrs. Reed'in deməli, bacı oğlusu və bacı qızı düzdür. Tom and Ben's eyes. Hərəsinin ayrı gözü var. Onlara görə hərəsinə ayrı apostrofes qoymaq lazımdır. Nick's answered. Bu da səhvdir. Çünki həzin qısaltmasıdır. 81-ci sualda Robert's passport. Bu isimdir. Lost faildir. Voice isimdir. Reading loudly. Bu da faildir. 1 və 3 qalıb. Yəni 1 və 3. 82-də Ted's making noise. Annoyed everyone. Take making noise and annoying everybody. Aha, bu birinci, ikinci sualda deməli diqqətli olmaq lazımdır. Deyir ki, Ted'in səs çıxarmağı, səs-küy etməyi hər kəsi narahat etdi. Bu yəli hal sayılır, bu düzdür. Bu ikidə deyir ki, Ted is making noise and annoying everybody. Ted səs-küy edir və hər kəsi əsəbləşdirir. Ona görə bu yəli hal sayılmır. 3-də Ted's published articles were full of facts. Deməli, Ted'in nəşr edilmiş məqalələri faktlarla doludur. Bu düzdür, yəli hal sayılır. Amma burada deyir ki, Ted has published articles full of facts. Deməli, faktlarla dolu məqalələr nəşr etdi. Etdi olmaz. Deməli, bu da yəli hal sayılmır. Burada nəyə fikir verəcəyik? Əgər ikinci bir dənə feil vardısa, bu yəli hal sayılır. Burada ikinci bir feil var deyə bunlar birinci feil isim kimi işlənmiş olur. Deməli, düzgün cavabımız 1 və 3. 83-də deməli, Gəncə is famous for being Nizami Gəncəvi's birthplace. Nizami Gəncəvinin doğum yeri düzdür. Bu is yəli halda olmaz. Bir cavabımız düzdür. Sonra baxırıq 3-də. Love həmişə apostrofes olmalıdır. Mother-in-law, father-in-law, brother-in-law da həmişə love'dan sonra apostrofes olmalıdır. The company's best designers bu düzdür. Best designers yəli haldadır. 4 düzdür. 5-də isə Kate's living in a year's time. Bu da bir il ərzində gedəcək. Bu da a year-a görə götürürük. 1, 4 və 5.
84-cü sualda Kazakh is famous for being Samat Vurğun's birthplace. Eyni tipli sualda bir düzdür. It is forbidden səhvdir. The party's important decisions. Partinin vacib qərarları. Bu düzdür. Yəli halda olan isim var çünki. 4-də Mr. Brown's coming. Is comingdir. Çünki başqa bir feil yoxdur. Bu isin qısaltması olmaz. Love həmişə apostrofesindən olar. Bu da səhvdir. Qalır 1 və 3. 85-ci sualda The farmer decided to have rest after a week's. A week's deyirsənsə artıqdan sonra week cəmlənməz, səhvdir, təşkil olmalıdır. Parents behavior, valideynlərin davranışı, valideynlər cəmlənib, S apostrofundan düzəlib, behaviorda sayılmadığı üçün olduğu kimi qalıb. Bunda problem yoxdur. This country's population, bu ölkənin əhalisi, bu da düzdür. Və 3 months deyəndə 3-dən sonra isim cəmlənməlidir. Month S apostrof olmalıdır, səhvdir. 86-da women's decision, bu düzdür, apostrofesindən düzəlib. Child apostrofesi olmalıdır, 2 səhvdir. Men apostrofesi olmalıdır, 3 səhvdir. Dear apostrofesi olmalıdır, amma 5 düzdür. The policeman's dresses. 87-də woman bags, the woman's bags apostrofesindən işlənib düzdür. Yesterday's meeting, bu da düzdür. 2 miles walking, 2 mil yol, yürüyüş, bu da düzdür. The Browns S apostrof olmalıdır, men apostrofesi olmalıdır. Sonra 88-də woman'dan sonra apostrofesi olmalıdır, səhvdir. Apostrofes olmalıdır. Bu children apostrofesi olmalıdır. Policeman apostrofesindən işlənib düzdür. 4-də isə the Smiths düzdür, S apostrofundan işlənib 4 düzdür. 89-cu sualda 2 years training. 2-dan sonra isim cəmlənməlidir. The sportman apostrof olmalıdır. The sheep's milk, qoyunun südü. Düzdür. 4-də isə giz noise, deməli qazın səs-küyü, bu da düzdür. Qazların, daha doğrusu səs-küyü, bu da düzdür. 3-dən 4. Deməli, 90-da I couldn't find the remedy in chemist shop. Chemist shop düzdür. Everything is going. Everything yəli halda olmur və going to yəli halda deyil ümumiyyətlə. Woman's smile 1 və 3 düzdür. Anna's lesson, bu da düzdür. Çünki özündən sonra isim gəlib. Snows has damage, bu da has'ın qısaltması da olmur. 1, 3, 4. 91-də butcher's shop. Butcher's shop düzdür. Çünki yəli haldadır. It is yəli halda deyil. Men's entrance, bu düzdür. Ants problem, bu da düzdür. 4-5-də isə the global warming has affected olar. Has'ın qısaltmasıdır, bu da səhvdir. Sonra 92-də the Earth's significant source, dünyanın önəmli enerji mənbəyi, bu da yəli haldadır. Creativities had clear benefits for individual and societies over 20 years. Bu da has had'ın qısaltmasıdır. Çünki had feilin 3-cü formasıdır. The EU's dependency olar, bu düzdür. Deməli, Avropa İttifaqının azadlığı, müstəqilliyi düzdür. Sonra iron was one of the best tools for a civilization to protect them from the animals olmalıdır. Animal attack yox, animals attack olmalıdır. Bunlar da səhvdir. Qalır 1 və 3. 93-də every human being's success, insanın uğuru düzdür. Liver is an olmaz. Designs has been olmaz. A company's new chairman olar. Yəni burada olar 1 və 4. Money is not, bu olmaz. 2-də today's high technology, bu düzdür. Bugünün yüksək texnologiyası düzdür. These child's toys deyəndə these cəmdədir, child təhdədir. Bunlar uyğunlaşmır. Burada isə Earth's surface, bu da düzdür. 2 və 4. Sonra 95-ci sualda the twins mother, düzdür. Twinlərin, yəni ikizlərin anası, bir düzdür. Charles opinions, Charles'ın fikirləri olmaz, apostrofesi olmalıdır. Və teacher's assignment, bu 3 düzdür. Müəllimin qiymətləndirməsi, bu düzdür. Dentistdə isə S apostrof 2 dənə S var, olmaz, 1 və 3 olar.